Salam Əmlakçı kanalının izləyiciləri. Bugün sizə xüsusən Bakı və Abşeronda düz damlarda istifadə olunan bitum əsaslı membrallardan, xalq dili ilə desək, tollardan danışacağım. Deməli, iki tolun nümunəsində sizə bunların fərqini göstərəcəm. Deməli, bu tolun hardasa bir 15-20 il yaşı olar və görürsünüz fərqlərini. Bir də burada bir növdür, digər tərəfdə tamam başqa bir növdür. Yəqin özünüz də seçə bilirsiniz. Deməli, o zaman tol vurulan zaman istehsalçı təklif elədi ki, düz damlarda üstündə xüsusi qoruyucu belə yaxından göstərirəm. Şişmin daşı deyirlər də, minerallar olan, belə qoruyucu qat olan tollardan istifadə olunur. Ancaq ustalar, Azərbaycan ustaları, o bəzi dırnaqarası ustalar, bütün o məqamlarda olduğu kimi burada da təkliflərini irəli sürdülər ki, yox, dədə-baba tolu daha yaxşıdır, bəs ehtiyac yoxdur. İndi baxın, iki tolun arasındakı fərqi görürsünüz də. Bu demək olar ki, öz formasını heç itirməyib. 15-20 il öncə necə vurulubdur, bax görürsünüz, üstü bax belə kiçik daşlarla, şiş daşlar deyirlər, minerallarla örtülüdür, qoruyucu qatı var. Digər tərəfdə isə sadəcə belə adi bildiyimiz tordur. Artıq burada görürsünüz, tolun tərkibindəki iplər çıxıbdır çölə. Ona görə bəzən istehsalçını dinləmək lazımdır. Yəni, istehsalçı məsləhət bilirsə, düz damlarda, bax belə xüsusi qoruyucu qat olan, xüsusən Bakı və Abşeronda belə tollardan, yəni bitum tərkibli membranlardan istifadə olunsun, onda onun təklifini dinləmək lazımdır. Yəni, bəzi ustalarımız var, yenilikləri izləmirlər, sadəcə elə qalıblar köhnələrdə, bazarda nə kimi yeniliklər var, fərqinə varmadan deyir, elə tol olsun. Dədə-baba tolu, bax bu fərqi bu video çəkilişdə sizə göstərirəm ki, görəsiniz, o tolun vəziyyətidir, artıq nə haldadır. Bu isə üstündə xüsusi qoruyucu qatı olan, deməli, şiş minerallar deyirlər onlara. Mineral tərkibli, mineral daşları olan, qoruyucu olan tol. Hər ikinin fərqini yəqin ki, videodan da görürsünüz. Hər ikisi eyni vaxtda vurulub, 15-20 il öncə.